Dünyadakı epizootik vəziyyət barədə həftəlik məlumat təqdim edirəm. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlara görə ötən həftə bulutan xəstəliyi 6 ölkədə, bunlardan Şimali Makedoniyada 1 regionda, Macaristanda 3 regionda, Polşada 1 regionda, Sloveniya Respublikasında 4 regionda, Serbiya Respublikasında 7 regionda, Mərakeş Krallığında isə bir regionda baş vermişdir. Xırdabuynuzlu heyvanların çiçək xəstəliyi bir ölkədə, Serbiya Respublikasında bir regionda, iribuynuzlu heyvanların enzootik leykoz xəstəliyi bir ölkədə, Bosniya və Herseqovinada bir regionda, yüksək patogen quş qripi xəstəliyi isə İspaniya Krallığında bir regionda baş vermişdir. Eyni zamanda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olmuş digər məlumatlara görə yüksək patogen quş qripi Amerika Birləşmiş Ştatlarında 3 regionda, Butan Krallığında bir regionda, xırdabuynuzlu heyvanların taun xəstəliyi Monqolistanda 4 regionda, dabaq xəstəliyi Macaristanda bir regionda aradan qaldırılmışdır və buna görə də həmin ölkələrin sadalınan regionlarına olan məhdudiyyətlərimiz də dayandırılmışdır. Xəstəliklər üzrə ilk beşliyə birinci yerdə yenə də yüksək patogen quş qripi durur, 62 ölkədə var. Bulutan xəstəliyi 30 ölkədə hazırda mövcuddur. Qeyd edim ki, ötən həftə bir ölkə əlavə olunmuşdur. Dabaq xəstəliyi 17 ölkədə var. Bu xəstəlik bir ölkədə artıq başa çatıb və siyahı azalıb. Xırdabuynuzlu heyvanların çiçək xəstəliyi 11 ölkədə mövcuddur. Ötən həftə bir ölkə əlavə olunub. Newcastle və nodülər dermatit xəstəliyi isə hazırda 10 ölkədə mövcuddur. Ümumilikdə 16 xəstəlik üzrə 86 ölkəyə aid müxtəlif regionlara məhdudiyyətlərimiz qüvvədədir. Yüksək riskli heyvan mənşəli məhsulların ölkəyə idxalı ilə məşğul olan sahibkarlara tövsiyəmiz bundan ibarətdir ki, müvafiq idxal prosesini həyata keçirməmişdən öncə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin internet resurslarından məlumatlar əldə eləsinlər, eyni zamanda məlumatları agentliyin regional bölmələrindən və mərkəz aparatından əldə edə bilərlər.